Vacib bir xəbəri nəzərinizə çatdırıq. Deməli, Milli Hidrometeorologiya Xidməti bildirir ki, Bakıda və Abşeron yarımadasında mayın 19 axşam və 19-dan 20-sinə keçən gecə bəzi yerlərdə arabir yağış yağacaq. Qeyd olunub ki, Bakıda və yarımadanın bəzi yerlərində yağıntılar leysan xarakterli intensiv olacaq, eyni zamanda şimşək çaxacaq ehtimalı da var. Odur ki, Nazirlik güclü yağıntı ilə bağlı əhalini son dərəcə ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına maksimum şəkildə əməl etməyi çağırır. İndi isə sabahın havası ilə bağlı daha ətraflı. 20 may tarixində Bakıda və Abşeron yarımadasında hava tutulacaq, güclü külək əsəcək, bəzi yerlərdə arabir yağış yağacaq, qısa müddətli leysan xarakterli olacaq. Gün ərzində isə yağıntılarda fasilə yaranacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Temperatur gecə 15-18, gündüz 21-26, atmosfer təzyiqi 759 mm civə sütununa yüksələcək. Naxçıvanda axşama doğru yağıntılar başlayacaq. Temperatur 13-17 dərəcə isti olacaq. Azərbaycanın bir çox rayonlarında yağış yağacaq, şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacaq. Dolu düşəcəyi ehtimalı var. Yağıntı axşam bəzi rayonlarda tədricən kəsiləcək. Duman olacaq, mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.